Salam dostlar, yeniden sizləri görmək xoşdur. Kanalıma xoş gəlmisiniz. Bugünkü videoda sizə Kanadada ilk günüm necə keçdi, nələr yaşadım, nələr məni təəccübləndirdi, bunların hamısını danışacağım. Bəli, uzun bir yol gəldim. Kanadaya köçdüm və bu mənim üçün həm həyəcandır, həm də böyük bir dəyişiklik. Səyahət necə keçdi? Səyahət uzun bir uçuş oldu, amma Kanada hava limanına çatanda çox maraqlı hisslər yaşadım. Hər şey çox səliqəli və təşkilatlı idi. Pasport yoxlanışı, gömrük prosesi çox da çətin olmadı. Amma təbii ki, biraz həyəcanlandım. Gəldiyim ilk yer, yaşayış yeri. İlk gün qalmaq üçün mən əvvəlcədən kirayə ev tapa bilməmişdim. Ona görə burada iki Azərbaycanlı uşaqların nömrəsini tapmışdım internetdən. Onlarla danışdım və onlarda qaldım 3 gün. Sonra kirayə ev tapdım və ora köçdüm. Ətraf sakit, insanlar isə çox mehriban idi. Mənə xoş gəlmisən deyən ilk Kanadanlı heç vaxt unutmayacağam. Yemək və hava çox soyuq havalar keçirdi mən gələndə. İndi biraz havalar yaxşıdır, istilər düşüb, amma yenə də axşamlar soyuq olur. Yeməkləri çox da fərqli deyil. Yəni McDonald'sdur, belə çöl yeməkləri yəni çox da fərqli deyil Azərbaycandakından. İlk dəfə mən axşam gəldim bura. Axşam gəldiyim üçün də heç bir yerə çıxmadım. Sabahlarım səhəri durdum və ilk getdiyim yer elə yaşayış yerinin yaxınları oldu. Biraz küçələrdə gəzdim. Sonra fərq etdim ki, burada hər şey çox qaydalıdır. İnsanlar keçidlərdə dayanır, hər kəs çox nəzakətlidir. Sanki başqa bir dünyaya düşmüşəm. İlk təəssüratım nə oldu? Ən əsas hiss etdiyim şey burada hər kəs fərqli olsa da bir arada yaşamağı bacarır. Mədəniyyətlər müxtəlifdir, amma insanlar bir-birinə hörmət edir. Bu mənim çox xoşuma gəldi. İlk gün biraz qəribə, biraz çətin, amma əsasən çox maraqlı keçdi. Qarşıda yeni həyatımın bir çox mərhələləri var və mən bu təcrübəni sizinlə bölüşmək üçün səbirsizlənirəm. Əgər belə videolar maraqlıdırsa kanalıma abunə olun, videonu bəyənin və aşağıda şərh yazın. Bəlkə siz də Kanada haqqında suallar vermək istəyirsiniz. Cavablandırmaqdan məmnun olaram. Görüşərik növbəti videoda.